Salam uşaqlar, hər vaxtınız xeyir. Növbəti tapşırıqların izahını göndərirəm. Mövzumuz enerji çevrilmələri. Tapşırıq 1. Raketlər raket yanacağının enerjisindən istifadə edir. Raket havaya qalxarkən yanacağın kimyəvi enerjisi müxtəlif enerji növlərinə çevrilir. Havaya qalxan raketi müşahidə etdiyini təsəvvür et və cədvəli doldur. Deməli, uşaqlar, necə həll edirik bu tapşırığı? Birinci sırada bizə nümunə verib. Əvvəlcə müşahidə etdiyimizi yazırıq. Sonra bu müşahidə etdiyimiz prosesdə hansı enerji çevrilməsi baş verir, onu yazırıq. Sonra bu enerji çevrilməsinə səbəb olan, yəni enerji çevrilməsinə gətirib çıxaran səbəbi bura yazırıq. Yəni gəldiyimiz nəticəni ora yazırıq. İndi ilk nümunəyə baxaq. Nümunədə deyir ki, mən raketin havaya qalxdığını görürəm. Birinci sütunda müşahidə etdiyimiz prosesi yazırıq. İkincində yazıb ki, raket havaya qalxarkən, yəni müşahidə etdiyimiz prosesdə baş verən enerji çevrilməsi odur ki, onun potensial enerjisi artıb. Yəni doğrudan da əgər cisim hündürlüyə qalxırsa, onun potensial enerjisi artır. Üçüncü sütunda isə potensial enerjinin artma səbəbini yazıb. Yazır ki, hündürlüyü artan bir cismin potensial enerjisi artır. İndi digərlərini də bu nümunəyə uyğun yazırıq. Müşahidə etdiyimizdə yazıb ki, mən raketin sürətinin artdığını görürəm. Bu zaman, yəni bu proses zamanı hansı enerji çevrilməsi baş verir? Yazacağıq ki, onun kinetik enerjisi artır. Bu boşluğa yazırıq, kinetik enerjisi artır. Sonra kinetik enerjinin artma səbəbini isə bura yazmalıyıq. Yazırıq ki, cismin sürəti artdıqca onun kinetik enerjisi də artır. Sonra növbəti sıra, 3-cü sıraya keçək. Müşahidə etdiyimizə yazıb ki, mən raketin alovunu uzaqdan görə bilirəm. Alovu görürüksə, bu zaman enerji çevrilməsinə yazmalıyıq ki, onun enerjisinin bir hissəsi də, bu boşluğa yazırıq, işıq enerjisinə çevrilir. Burada isə işıq enerjisinə çevrilmənin səbəbini yazırıq. İşıq enerjisi, yəni işıq enerjisinə çevrilmənin nəticəsini yazırıq. İşıq enerjisi cisimləri görməyimizə imkan verir. Bu boşluğa da yazırıq ki, işıq enerjisi cisimləri görməyimizə imkan verir. Növbəti tapşırığa keçək. Cədvəldə boşluğa müvafiq enerji çevrilməsinin baş verdiyi avadanlığın adını yazın. Birinci sıraya baxaq. Elektrik enerjisini işıq enerjisi və istilik enerjisinə çevirir. Bu avadanlığımız təbii ki, televizor olacaq. Bura yazırıq TV. Nəyə görə? Çünki televizor elektriklə işləyir. Biz onu şəbəkəyə qoşuruq işləməsi üçün. Bu zaman televizorun ekranı işıqlandığı üçün elektrik enerjisini bir hissəsini işıq enerjisinə və televizor işləyərkən qismən qızdığına və az da olsa istilik yaratdığına görə istilik enerjisinə çevrilmiş olur. Deməli, televizor işləyərkən elektrik enerjisini işıq və istilik enerjisinə çevirir. İkinci sıraya baxaq. Kimyəvi enerjini işıq enerjisi və istilik enerjisinə çevirir. Bu da telefon olacaq. Çünki gördüyünüz kimi telefon bilirik ki, batareya ilə işləyir. Batareyanın içindəki enerji kimyəvi enerjidir. Telefon işləyərkən gördüyünüz kimi ekranı işıqlanıb və az da olsa qızdığı və istilik verdiyi üçün istilik enerjisi yaradır. Deməli, telefon işləyərkən kimyəvi enerjini işıq və istilik enerjisinə çevirmiş olur. Üçüncünə baxaq. Üçüncü avadanlığımız elektrik enerjisini istilik enerjisi, işıq enerjisi və kinetik enerjiyə çevrilib. Bu da təbii ki, nə olacaq? Paltar yuyan olacaq. Çünki paltaryuyan bilirik ki, işləməsi üçün elektrik lazımdır. Şəbəkəyə qoşuruq və işləyərkən o elektrik enerjisini, çünki paltaryuyanda bilirsiniz su qızır, istilik lazımdır və paltaryuyan özü də qismən qızır və buna görə istilik yaranır. Həmçinin paltaryuyanın ekranı işıqlanır, bu zaman işıq enerjisi yaranır və paltaryuyanın pəri fırlandığı üçün, barabanı daha doğrusu fırlandığı üçün, paltarları çevirdiyi üçün, orada hərəkət olduğu üçün kinetik enerji də yaranır. Deməli, paltaryuyan işləyərkən elektrik enerjisini bu üç enerji növünə çevirəcək.
Növbətiyə baxaq. Sonuncu D variantına elektrik enerjisini istilik enerjisi və kinetik enerjiyə çevirir. Bu da təbii ki, hansı olacaq? Ütü olacaq. Çünki ütünün də işləməsi üçün biz onu şəbəkəyə qoşuruq, elektrik lazımdır və ütü işləyərkən qızdığı üçün istilik yaranır orada və ütünü biz ütüləyərkən hərəkət etdirdiyimiz üçün hərəkət olan yerdə də mütləq kinetik enerji olur. Amma burada işıq enerjisini də bəlkə də yazmaq olardı. Çünki ütünün bəzi ütülər var ki, onların işıqları da yanır. Sadəcə balaca olduğu üçün yəqin burada nəzərə almayıb. Deməli, dördüncü avadanlığımız da ütü olacaqdır. Növbəti tapşırığa keçək. 3-cü Azər fənəri yandırıb ətrafa baxdı və fənəri söndürdü. Bu müddətdə batareyanın enerjisi 100 joule azaldı. İstifadə olunan bir enerjinin bir hissəsi işıq enerjisinə, 80 joule isə digər enerji növünə çevrildi. Bu məlumatlara görə verilmiş enerji diaqramını doldurun. Uşaqlar, birinci bilməliyik ki, birinci tapaq ki, fənər yandırılarkən fənərin enerjisi hansı enerjidir və çevrildiyi enerji hansıdır? Bilirik ki, fənər batareya ilə işləyir. Batareyadakı olan enerji kimyəvi enerjidir. Biz fənarı yandırırıqsa, bu zaman kimyəvi enerji çevrilir. Fanar yanırsa nə əmələ gəlir? İşıq. Həm də fanar isindiyi üçün istilik enerjisi yaranır. Deməli, fanar yanarkən onun batareyasındakı kimyəvi enerji işıq və istilik enerjisinə çevrilir. Gördüyünüz kimi, burada çevrilən enerjinin birini yazıb, yəni işıq enerjisini qeyd edib, bizdən digərini soruşur. Təbii ki, burada da hansı enerji olacaq? İstilik enerjisi olacaq. İndi gəldik orada azalan enerjinin miqdarına. Fanarın içində fərz eləyin ki, 400 joule enerji var idi. Azər fanarı yandırıb söndürəndə bu 400 joule enerjinin 100 joule azaldı, yəni istifadə olundu. Amma istifadə olunan enerji bildiyimiz kimi itkiyə neynəmir? Getmir. Fanarın içində qaldı 300 joule, çünki 400 idi, 100-ü istifadə olundu, azaldı, qaldı 300. Bu, fanarın batareyasında qalan enerjidir. Azalan 100 joule isə itkiyə getmədiyi üçün onun 100 joule-un 80 joule-u burada qeyd edilib. İstilik enerjisinə çevrilibsə, 20 joule-u da işıq enerjisinə çevrilmiş olacaq. Bir də deyirəm, fanarın yandırılarkən fanarın batareyasındakı enerji 100 joule azalıbsa, o təbii ki, itkiyə getməyib, başqa enerji növünə çevrilib. Biz də dedik ki, fanarı yandırarkən yəni fanarın içindəki kimyəvi enerji çevrilir işıq və istilik enerjisinə. Burada yazıb ki, 100 joule-un 80 joule-u çevrilib istilik enerjisinə. Onda yerdə qalan 100-dən 80-i çıxsaq, yerdə qalar 20-si. 20-si də gedəcək, sərf olunacaq işıq enerjisinə. Deməli, 20 çevrildi işıq enerjisinə, 80 istilik enerjisinə. Fanarın özündə də fərz edək ki, 400 idisə, 100 azalıbsa, yerdə qalıb 300. Gördüyünüz kimi, yəni azalan enerji itkiyə getmir, başqa enerji növünə çevrilir. Növbəti tapşırığa keçək. Azər, Nigar, Nicat və Leylanın potensial və kinetik enerjilərini artan sıra ilə düzün. Əvvəlcə potensial enerjisinə baxaq. Uşaqlar, potensial enerji bilirik ki, ən hündürdə olanın potensial enerjisi ən çox olur. Amma bizdən artan sıranı soruşursa, ən azdan başlamalıyıq. Ona görə də ən az hündürlükdə olanı birinci sıraya yazmalıyıq. O da kimdir? Nicatdır təbii ki. Gördüyünüz kimi, digərləri ilə müqayisədə ən aşağı, ən az hündürlükdə olan Nicatdır. Artan sıra ilə düzürük. Daha sonra Nicata görə nisbətən hündürdə olan Leyladır. Sonra Leyladan daha hündürdə olan Nigardır. Nigardan da daha hündürdə olan isə Azərdir.
Deməli, bizdən artan sıra ilə düzün deyirsə, potensial enerjisi ən az olandan çox olana doğru düzməliyik. Buna görə də ən az hündürlükdə olandan çox hündürlüyə doğru sıralamalıyıq. Ən az hündürlükdə olan Nicat idi, sonra Leyla, sonra Nigar, ən hündürdə olan Azər olduğu üçün sonuncu da ən çox potensial enerjiyə sahib olan da Azər oldu. İndi gəlin kinetik enerjiləri müqayisə edək. Kinetik enerjidə uşaqlar bilirsiniz ki, sürəti ən çox olanın kinetik enerjisi çox olur. Amma bizə yenə artan sırayla düzün dediyi üçün kinetik enerjisi az, yəni sürəti ən az olandan ən çox olana doğru düzməliyik. Uşaqlar, sürət təbii ki, görürsüz bunlar nə sürürlər? Rolik sürürlər. Rolik də təbii ki, hündürdən gələn uşağın sürəti daha çox olacaq. Alçaqda olan uşağın isə sürəti daha az olacaq. Çünki biz əgər hündürlükdən roliklə hərəkət ediriksə, bu zaman hərəkət sürətimiz çox olacaq və kinetik enerjimiz də çox olacaq. Ona görə də kinetik enerjisi ən az olan yenə olacaq Nicat, amma Nicatdan öncə Azərə də diqqət eləməliyik. Azər gördüyünüz kimi hərəkətsiz dayandığı üçün onun kinetik enerjisi demək olar ki, yoxdur. Ona görə də birinci ən az kinetik enerjisi olanı Azər yazmalıyıq. Sonra Nicat, çünki Nicat artıq aşağıdadır və sürəti yavaşlamağa başlayıb. Sonra Leyla, sonra isə Nigar. Yəni kinetik enerjinin artma ardıcıllığında bu cür düzürük. Azər hərəkətsiz olduğu üçün ən az kinetik enerji, Nicat artıq aşağıya çatıb və dayanmağa başladığı üçün ikinci az kinetik enerjisi olan, Leyla nisbətən az, ən çox kinetik enerjiyə malik olan isə Nigar olacaq. Çünki ən çox sürətlə gələn